Bismillahirrahmanirrahim. Değerli izləyicilər, izləyəcəyiniz bu videoda Azərbaycan siyasi təfəkkürünün nə qədər acınacaqlı vəziyyətdə olduğunu müşahidə edəcəksiniz. Amerika Birləşmiş Ştatları o raketləri İrana yağdırdığına, o raketlərin dəyərində olan pulları, dolları İrandakı kasıb, məzlum ahaliyə paylayıb onları inqilaba sövq etməlidir. Öz də arxasında durmalıdır və bildirməlidir ki, siz qabağa gedin və yaxud da ki, silahlandırmalıdır, silah atmalıdır, silah verməlidir, pul verməlidir. Bu adam açıq-aşkar böyük gücləri, xarici gücləri dəvət edir ki, hansısa bir ölkənin daxilində insanları silahlandırsın, silahlı üsyanlar təşkil eləsin. Yəni, o atılan raketlərin pullarını insanlara verib, onları silahlandırıb, öz dövlətinə qarşı ayağa qalxmağa dəvət edir. Yəni, bunun siyasi təfəkkürü bu qədər kölə vəziyyətindədir ki, bu nə insan haqları, nə dövlətlərin daxili siyasətinə qarışmamaq kimi beynəlxalq hüquq normalarını anlaya bilmir, düşünə bilmir. Dəyərli izləyicilər, quldarlıq dönəmində qullar fiziki olaraq alınıb satılırdılar. Onların nicat tapmaq, azad olmaq imkanları var idi. Çünki kölə olduqlarını bilirdilər. Amma bu cür dırnaqarası siyasətçilər dərk eləmirlər ki, bunlar kölə vəziyyətindədirlər. Yəni, düşüncəsi kölə olan insanların azad olmaq imkanı mümkün deyil. Çünki onlar kölə olduqlarını dərk eləmirlər. Yəni, kimlərinsə xoşuna getmək üçün, xaricdən qanararlar almaq üçün bu cür özünü alçatmaq, rəzil bir vəziyyətə salmaq onu göstərir ki, bu insanlar maddiyyatın, düşüncənin köləsidirlər.